Salam aleykum və barakatuh. Deməli, asi müsəlman, namaz qılmayan asi müsəlmanın bəzi pis cəhətlərini danışmaq qeybətdirmi? Ümumiyyətlə, insan yəni faydası yoxdursa, yəni şikayət deyilsə və s. Yəni, çünki bildiyimiz kimi şəriətimiz müəyyən hallarda icazə verib başqasının eyblərini danışmağa. Şikayət olarsa və yaxud başqasından onu islah etməsini xahiş edərsə, yəni ona nəsihət etməsini istəyirsə, yəni bu kimi şeylər yoxdursa, o halda danışması qeybət olacaq. Çünki qeybət nədir? Öz qardaşını onun xoşuna gəlmədiyi bir şeylə zikr etmək, yəni onu danışmaq onun barəsində. Əgər müəyyən hallar istisnadır, hansı ki bu hallardan biri də, məsələn, əgər sən kiməsə xahiş edirsən ki, ona nəsihət etsin və onun nöqsanlarını bildirirsən və ya fətva istəyirsən, hökm istəyirsən və s. Bu kimi şeylər istisnadır. Əgər bu kimi şeylər yoxdursa, hallar yoxdursa, o zaman olmaz danışmaq. Allah razı olsun.